Deməli, birinci prosesdə məhz danışıram tozcuğun yaranma prosesindən. Tozcuğun yaranmasında biz bilirik ki, hər bir erkəkcik saplağından da tozluqdan ibarətdir. Bu formadaydı, başında da bir tozluq var idi. Həmin o tozluq bu tozluqdur. Tozluğun içərisində nə baş verir? Tozluğun içərisində gördüyümüz kimi mitoz yolla bölünmə baş verir. Çoxlu sayda hüceyrələr əmələ gəlir. Hansı ki bu hüceyrələrin hər biri ana hüceyrə adlanır. Nə adlanırmış? Ana hüceyrə adlanırmış. Həmin bu ana hüceyrələrin hər birindən 4 dənə mikrospor əmələ gəlir. Öz içində bölünür 4-ə. 4 dənə mikrospor əmələ gəlir. Həmin bu mikrosporların hərəsi bir dənə tozcuq yaradır. 4 mikrospor 4 dənə də tozcuq deməkdir. 4 dənə tozcuq əmələ gəlir. Daha sonra bu tozcuqların hər birinin içərisində vegetativ və generativ nüvə yaranır. Baxın, ikiyə bölünür ortadan, vegetativ nüvə və generativ nüvəsi yaranır. Daha sonra gəlirik, buracan gəldik, tozcuq dənələrini yaratdıq, saxladıq. Bu tozcuq dənələrinin yaranması ilə saxladıq bunu. Sonra gəlirik bu məhz dişi hüceyrənin əmələ gəlməsinə, yəni yumurta hüceyrənin əmələ gəlməsinə. Yumurta hüceyrənin əmələ gəlməsi zamanı bizim bu gördüyümüz yumurtalıq divarıdır. Bax, bir də bu yaşıl hissənin xarici divarı yumurtalıq hissədir. Ondan içəridə isə yerləşir yumurtacıq hissə. Bir də bu yaşıl rəngin özü olur yumurtacıq hissə. Yumurtacıq. Yumurtacıqda nə baş verir? Burada yenə bir ana hüceyrə var. Hansı ki buna ana megaspor deyirik. Ana megaspor meyoz yolla bölünüb 4 dənə hüceyrə əmələ gətirir. Bu 4 hüceyrənin gördüyümüz kimi 3-ü məhv olur. Bax, burada 3-ü məhv olur. Sadəcə biri qalır. Buna 1 megaspor deyirik biz. Həmin o megaspor 7 mitoz əmələ gətirir. 7 mitozdan sonra, yəni 3 dəfə bölünəndən sonra 8 dənə hüceyrə yaradır. 8 dənə hüceyrənin yaranması prosesində bu vaxt 1, 2, 3, 4, sonra 1, 2, 3, 4. Hərəsində 4 dənə hüceyrə əmələ gəldi. Yəni 8 hüceyrədir, 4-ü yuxarıda, 4-ü aşağıda olmaqla düzüldü. Sonra hər tərəfdən bir hüceyrə gəldi, birləşdi, yaratdı. Bax, burada gördüyümüz kimi mərkəzi nüvəni və yaxud da mərkəzi hüceyrə deyirik buna. Mərkəzi hüceyrəni yaratdı. Biri isə get-gedə böyüdü, gördüyümüz kimi digərlərindən böyükdür. Böyüdü, yaratdı yumurta hüceyrəni. Bu da bizim deməli, yumurtalıqda gedən prosesimizdir. Yəni, dişiciyin yumurtalığında gedən prosesdir. Biz yumurta hüceyrəni də yaratdıq. Mərkəzi hüceyrəni də yaratdıq. Yuxarıda tozluğun içərisində olan tozcuq dənələrini də yaratdıq. Aha, indi gəlirik bizə lazım olan o ikiqat mayalanma hissəsinə. İkiqat mayalanma hissə harada baş verir deyə bir baxsaq, ikiqat mayalanma prosesi baş verəcək məhz dişicikdə. Dişiciyin hansı hissələri var? Ağızcıq, ortada olan sütuncuq və yumurtalıq hissəsi var. Yumurtalığın içərisində səhərdən danışa-danışa gətirdik. Həmin bu gördüyümüz hissə əslində buradır. Yəni yumurtalığın içidir. Tozcuqlar da çox girintili çıxıntılı olur. Yəni yumru olmur tozcuq. Tozcuq bax bu formada girintili çıxıntılı formalarda, müxtəlif formalarda olurlar. Çünki belə olduğu halda onlar dişiciyin ağızcığına yaxşı yapışa bilirlər. Həmin o tozcuqlar gəlir yapışır, yəni ağızcıq hissəyə. Ağızcıq hissədən boru əmələ gətirirlər. Həmin o boru ki, borunun adı olur tozcuq borusu. Tozcuq borusu vasitəsilə həmin bizim bayaqdan əmələ gətirdiyimiz bu tozcuqlar, hansı ki içində nə var? Vegetativ nüvə var, bir də generativ nüvə var. Daxil olurlar mikropli hissədən tozcuq borusunu əmələ gətirib, daxil olurlar yavaş-yavaş hara? Rüşeym kisəsinə. Gəldilər, çatdılar rüşeym kisəsi hissəsinə. İndi bu rüşeym kisəsi hissəsində nə var? Məhz gəlin bunu aydın bir şəkildə baxaq ki, burada nə yerləşib. Deməli, buradan biz baxaq ki, ikiqat mayalanmada nə oldu? Deməli, biz nə elədik? Biz tozcuğu əmələ gətirdik. Tozcuq borusu ilə içəriyə gətirdik. Bundan sonra yumurta hüceyrəni də yaratdıq. Məsələn, baxın, burada yumurta hüceyrəni yaratmışıq. Bu ikisi birləşib mərkəzi hüceyrədir bu. Bu yumurta hüceyrədir, özləri yazıblar. Burada isə məhz tozcuq borusu ilə gələn tozcuqdur.
Aha, gəldi bu tozcuq bura. Biz də bildik ki, tozcuğun içində vegetativ və generativ nüvəsi var idi. Vegetativ nüvə mayalanmada iştirak etmir. O lazım deyil. Generativ nüvədən isə 2 dənə sperm əmələ gəldi. 2 sperm yarandı. Niyə sperm dedim? Çünki bunlar hərəkətsizdirlər. Spermatozoid olanda onların hərəkət hissəsi var idi. Yəni qamçısı var idi, hərəkət eləyirdi. Amma spermlər hərəkət eləmir, hərəkətsizdirlər. Daha sonra bunun içərisində bu gördüyümüz mərkəzi hüceyrə və yumurta hüceyrəni təzədən çəkirəm. Həmin bu spermlərdən biri gəlib mayalayacaq mərkəzi hüceyrəni. Digəri isə gəlib mayalayacaq yumurta hüceyrəni. Yazırıq ki, yumurta hüceyrənin üzərinə sperm gələndə əmələ gəlir rüşeym. Hansı ki, rüşeymi biz zigot da deyə bilərik. Bunlar yeni canlıya başlanğıc verirlər. Digəri isə mərkəzi hüceyrəni mayalayır. Mərkəzi hüceyrə üstə gəlinsin sperm, əmələ gəlir endosperm. Endosperm gələcəkdə əmələ gələ biləcək canlının qidasını təşkil eləyir. Yəni, toxumun içində qida maddəsini saxlayır. Deməli, bizim 2 qat mayalanma prosesimizdə 2 dəfə mayalanma getdi. Bu 2 dəfə mayalanma prosesində nə oldu? Birinci yumurta hüceyrə mayalandı, sonra isə mərkəzi hüceyrə mayalandı. Mərkəzi hüceyrənin mayalanmasına endosperm, yumurta hüceyrənin mayalanmasına isə rüşeym əmələ gəldi. Bu oldu bizim 2 qat mayalanmamız ki, bunu ilk dəfə 1898-ci ildə Navaşin kəşf edir. Navaşin bunları aydınlaşdırır, öyrənir, toxumun əmələ gəlməsini izah edir. Sonra nə baş verir? Axı, bu mayalanmalar getdi, sonra nə olacaq? Sonra deyirik ki, mərkəzi hüceyrə mayalandı, endosperm və yumurta hüceyrənin mayalanmasına rüşeym əmələ gəldi. Həmin bu hissədən, yəni yumurtacıq hissədən toxum əmələ gələcək. Bizim səhərdən bu danışmağa çalışdığımız, danışıb izah eləməlimiz, hamısı toxumun yaranması prosesidir. Burada toxum yaranır. Amma yumurtalığın divarından yadınızdasa bayaqlar bu hissəni mən yumurtalıq olaraq qeyd elədim izahda. Həmin buradan isə meyvə yanlığı formalaşır. Yəni meyvə yanlığı nədir? Yediyimiz hissə. Almanın yediyimiz hissəsi, armudun yediyimiz hissəsi, heyvanın yediyimiz hissəsi və s. Yediyimiz hissəsi olacaq meyvə yanlığı. Təbii ki, bu şirəli meyvələrdə belədir. Meyvələrin quruluşunu keçəcək, gələcək dərslərimizdə. Quru meyvələrdə də quru bir şəkildə meyvə yanlığı əmələ gələ bilir. Həmin o yumurtacıqdan isə, içərisindən yumurtacıqdan isə toxum əmələ gələcək. Və biz bir toxumu yaradacağıq ki, həmin toxumda gələcəkdə canlıların həmin bitkinin inkişaf eləməsinə yardımcı olacaq deyirik. Bu olur bizim 2 qat mayalanma prosesimiz. Mən bir daha həmin o mitoz meyoz hardadır, onun izahını verim. Mitoz meyoz prosesində harda getdik? Baxın. Təzədən uzaqdan baxırıq bu sxemə. Sxemə baxarkən dedik ki, bu tozluqdur. Bu erkək cinsi hüceyrənin əmələ gəlməsi prosesidir. Aşağıda isə dişi cinsi hüceyrənin, yəni yumurta hüceyrənin yaranması prosesidir. Həmin mitoz meyoz hanı? Mitoz demişdik ki, mitoz bir hüceyrədən 2 hüceyrə əmələ gəlirsə mitoz, bir hüceyrədən 4 hüceyrə əmələ gəlirsə meyoz adlanırdı. Mitoz bütün hüceyrələrdə, meyoz cinsi hüceyrələrin əmələ gəlməsi prosesində iştirak edirdi. Mitoz hər yerdədir amma, cinsi hüceyrənin yaranmasında da mitoz var. Bax, burada gördüyümüz kimi, erkək cinsi hüceyrənin yaranması prosesində birinci mitoz baş verir, mitoz. Sonra mikrosporların tozcuğu əmələ gətirməsi və mikrosporların əmələ gəlməsi prosesi, 4 dənə hüceyrənin əmələ gəlməsi prosesi, bu olur nə? Meyoz. Bir hüceyrədən 4-ə əmələ gəldi. Deməli, erkək hüceyrənin əmələ gəlməsində birinci mitoz, sonra meyoz baş verir. Amma gəlirik dişi hüceyrənin əmələ gəlməsinə. Dişi hüceyrədə gördüyümüz kimi bu bir ana megaspordur. 4 dənə megaspor əmələ gətirir. Bunlardan 3-ü məhv olur, biri qalır. Burada gördük ki, 4 hüceyrə əmələ gəlib birinci. Məhz bu proses olacaq meyoz prosesi. Sonra o bir megaspor bölünür. Burada gördüyümüz gibi 8 dənə hüceyrə əmələ gətirir. Burada nə baş verir? Mitoz prosesi. Mitoz prosesi. Deməli, bir ana hüceyrədən 4-ə əmələ gələndə meyoz, birindən 2-ə əmələ gələndə mitoz baş verir. Erkək cinsi hüceyrənin yaranmasında birinci mitoz, sonra meyoz baş verir. Dişi cinsi hüceyrənin yaranmasında birinci meyoz, sonra mitoz prosesi baş verir. Bu olur məhz bizim 2 qat mayalanma
dərsimiz, ikiqat mayalanma prosesimiz.